Balakən rayonunda həyətyanı torpaq satışa çıxarılır. İrəlidə gördüyünüz kolxoz bazarıdır. Yəni bazarın yan tərəfində küçədir. Torpaq yəni çay kənarıdır. Demək olar ki, yəni Balakən çayından təxminən bir 20-30 metr aralıda yerləşir. Satışa çıxarılan torpaq bu yoludur. Yenə qeyd edirəm. Sol tərəfdə kolxoz bazarıdır. Balakən çayının tam yaxınlığıdır. Yol tərəfdən kubik daş ilə hasarlanmışdır. Satışa çıxarılan yer sağ tərəfdədir. Mikail Müşfiq küçəsində yerləşir torpaq sahəsi. Yol tərəf kubik daş ilə hasarlanmış. Yan tərəflər dəmir şifrlə qonşuluqla aralıq bağlanmışdır. İçərisində hazır kanalizasiya quyusu var. Bu hissədə yəni çox dərin qazılmış, qıraqları hörülmüş, üstündə də dəmirdən qapaq qoyulmuşdur. Bu hissə satılır. Balakən çayının tam yaxınlığıdır. Bildiyiniz kimi havası yəni küləkli olan bir yerdir. Kolxoz bazarının qarşısında yerləşir. Təxminən 3 fota yaxın torpaq sahəsi satılır. İçərisində bir neçə cür var verən meyvə ağaçları da var. Tam Kupçalıdır. Bir sotun qiyməti 13.000 manatdan təklif olunur.